Bugünkü dərsimiz Mehdi Hüseynin Odlu Qılınc hekayəsini oxuyub təhlil edəcəyik. İndi isə başlayaq. Günəş doğdu. Hava işıqlandıqca Girdiman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi. Girdiman qalasının qoca keşişçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Qoca şəhərə düşmən qoşunu doluşduğunu zənn edib hökmdarı xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər. Deməli, qoca bir keşikçi var, hansı ki bu qalanın keşikçisidir. Bu əslində burada döyüşənlər Cavanşirlə onun dostu olur və bu Cavanşirgilin vuruşmağını elə zənn eləyir ki, şəhərə düşmən ordusu gəlib. Amma bu anda vuruşanlar həyətdə görünürlər. Qoca keşikçi qəhqəh çəkib gülür. Qoşun hesab etdiyi adamlar yalnız 2 nəfər idi. Onlardan biri dal-dal çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi şığıyırdı. Onlar qocanın burada olmasından xəbərsiz idilər. Onun qəhqəhəsini də eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək parıldayırdı. Vuruşan gənclərin üzü güldü. İrəliyə doğru şığıyan dəliqanlı Girdiman hökmdarı Varazın oğlu Cavanşir idi. Deməli, irəliyə doğru gələn, hansı ki bayaq dedik, irəli doğru ildırım kimi şığıyan bu kim imiş? Bu Varazın oğlu Cavanşir imiş. Cavanşir qabağındakı oğluna möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü. Deməli, neyniyir? Bir dənə zərbə vurur və onun qalxanı yarıya bölünür. At yerə qılıncını Urmuz, bununla sən 3 dəfədir məğlub olursan. Bu fikir Cavanşirin fikridir. Deməli, onun qarşısındakı adam kim imiş? Obrazın adı Urmuz imiş. Və bununla o 3 dəfə imiş ki, artıq məğlub olurmuş. Qoca keşikçini yalnız indi görüb utanan Urmuz Cavanşirin qələbəsinə dözməyib etiraz etdi. Deməli, bunlar hələ indiyə qədər keşikçinin orada olduğunu bilmirlərmiş. Görək Urmuz nə deyir? Yox, bu olmadı. Ayağım daşa toxundu. Sən hələ yalnız 2 zərbə endirmisən. Mən özüm sənin xətrinə dəymirəm. Deməli, Urmuz Cavanşirlə razılaşmır və sadəcə cəmi 2 zərbə olduğunu deyir. Və özü də onun xətrinə dəymirmiş. Yəni, güya ki, bu Cavanşirə heç nə eləmirmiş, yoxsa Cavanşiri udarmış. Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu. Deməli, bu sözlər Cavanşirin xoşuna gəlmir. Bu bəhanədir, dostum, dedi. İstəyirsən bir də vuruşaq. Bu meydan, bu da mən. Deməli, Cavanşir ikinci dəfə vuruşmağı təklif edir. Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşikçi Cavanşirə yanaşıb deyir, mən davanızı ayırd eləyərəm. Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir 2 addım geri çəkirdi. Pərt halda gözlərini döydü. Bax, buna sözüm yoxdur, dedi. Vuruş zamanı danışmaq mənə baha başa oturdu. Qoca keşikçinin isə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı kənara atıb Urmuzun üstünə cumdu. Al, bu da 3, deyə sevinclə baxıraraq Urmuza möhkəm bir zərbə vurdu. İndi razısanmı? Deməli, Cavanşir yenə də Urmuza zərbəsini endirir və elə Urmuzun hesabı ilə belə 3-cü dəfə qalib gələ bilir və ondan soruşur ki, indi razısanmı? Urmuz bu zərbədən gücü özünü doğrultdu, qılıncının ucunu yerə dayadı. Çiyninin ağrısından qollarını 4-5 dəfə havada fırlatdı. Çox gözəl, dedi. Mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz doğrudan da xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdimanın igid sərkərdəsi olmağa doğrudan da layiqdir. Gəl üzündən öpüm, deyir. İkinci hissəyə baxırıq. Birdən deyir, haradansa şeypur çalındı. Çox keçməmiş Girdiman cəngavərləri böyük meydana toplaşdılar. Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdimanın igid sərkərdəsi
Dik bir yerdə görünərdi. Deməli, uşaqlar, şeypur səsinin səslənmə səbəbi əsərdə bizə məlumdur. O zaman səslənirmiş ki, bu şeypur əgər, vətənin üstündə qara buludlar əsirsə, yəni düşmən təhlükəsi varsa, o zaman ölkədə neynirlərmiş? Şeypur səsləndirirlərmiş və Girdiman İgid sərkərdəsi də dik bir yerdə görünər. Burada söhbət Varazdan gedir hələ ki. Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axardı. Burada biz görürük ki, Cavanşirin atası Varaz necə xalqın üstündə müsbət mənada hökmranlıq eləyən insan imiş ki, yəni onun sözünə o qədər hörmət eləyirlərmiş ki, onun bir sözü ilə bir səmtdən digər bir səmtə axırmış. İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cəvahir xatun da yanındaydı. İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Onun səsində qəribə bir titrəyiş vardı. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı. Varaz dedi: "Əziz övladlarım, bu qocanın sözlərinə diqqətlə qulaq asın. Müqəddəs Girdiman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O çox insafsız düşməndir. Çapıb talayır, vurub yıxır, insaf deyəndə qılınc çəkir, namus deyəndə od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir." Bax bu hissəni mən eyniləşdirirəm hansı əsərlə? Kitab-ı Dədə Qorqudda Uruzun dustaq olduğu boyda da eynilə buna bənzər bir hissə var ki, orada da Qazan xan oğluna düşməni, belə deyək də, təsvir eləyir. Orada eynən buna bənzəyən ifadələr işlənir. Yəni bu əsərlərdə bir qədər oxşarlıq mövcuddur. Mən də sizə son borcumu verməyə gəldim. 30 ildir həmişə ölüm bizdən uzaq olubdu. Girdiman adı gələndə hamı hörmətlə baş əyib, amma indi mən qocalmışam. Bugün səhər ox süzdürüb qılınc çalmaq istədim. Əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin. Deməli, Girdiman hökmdarı Varazın bura gəlməkdə məqsədi nitqindən belə məlum olur ki, o özündən sonra ölkənin sərkərdəsinin kim olacağını seçməyə gəlir. Bu anda Urmuzun qılıncı parladı. O Varazın qarşısında əyildi, qılıncını oynatdı. Deməli, ilk dəfə sərkərdə olmaq haqqında addım atan, təklif irəli sürən kim olur? Urmuz olur. Böyük hökmdarımız, mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik qılıncını mənə verin. Varaz onun cəsarətindən razı qaldısa da fikrinə şərik olmayıb dedi: "İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş meydanı verər." Urmuz daha dinmədi. Hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı. "Mənim də sözüm var, ata," dedi. "Döyüş meydanında düşmən sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm." Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi. "Bəlkə birdən o səni məğlub etdi." Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi. Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz. O Cavanşirə diqqətlə baxdı. Sonra dönüb Cəvahir xatunun fikrini bilmək istədi. Oğlun sərkərdə olmaq istəyir. Sən nə fikirdəsən? Həyat yoldaşından fikir soruşmaq məsələsi də Koroğluda var idi. Durna Teli məsələsində Koroğlu Nigar xanımdan soruşurdu ki, nə düşünürsən, göndərəkmi Durna Teli dalınca Bağdada? Yəni o əsərlə də eyniləşdirmək mümkündür bu hissəsini. Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi. Hələ cavansan oğlum. Cavanşir hamı eşitsin deyə səsini daha da ucaltdı. 14 yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırdı. Burada da Şah İsmayıl Xətaiyə işarə var. Varaz onun sözünü kəsmək üçün dedi: "Qoşun başçısı ölsə də möhkəm qoşun dağılmaz." Cavanşir bir qədər susdu. Lakin atasının bu fikrini də cavabsız qoymayıb dedi: "Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam." Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı. "Elə isə tədbirini söylə oğlum," dedi. "Vuruşmanın sonunu gözlərsən ata," deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu. İnsanların rəyini bilmək istədi. "Razıyıq, razıyıq," dedilər. "Elə isə uğurlar olsun bala. Unutma ki, Girdiman torpağının sərhəddi Kür çayının o tayından başlanır." "Bunu bilirəm ata. Qoy mehriban anam mənə xeyir-dua versin." Anasından xeyir-dua istəyir burada Cavanşir.
Bütün xalqın gözü Cəvahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı. Cəvahir xatun dedi: "İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman sən hələ uşaq ikən davada düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum. Cavanşirim sağ olsun dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz." Ananın sözlərini eşidən Girdiman cəngavərləri qılınclarını havada oynadıb ucadan çığırdılar: "Var olsun anamız!" Sonra Cavanşirin səsi eşidildi. "İgid dostlar, anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtahana çəkir. Mənim də şərtim var." Deməli Cavanşir öz şərtini bildirir. Hər saatda 7 çapar müharibə meydanından atama xəbər gətirsin. Deməli, 7 çapar istəyir Cavanşir burada. Hər saatda deyir 7 dənə çapar dava meydanından ataya xəbər gətirir. Aha, bax deyir bu meydanda 2 cərgə cavan düzülsün. Bu cərgənin birində 7 oğlan, əllərində qızıl xəncər, o birisində isə 7 qız əllərində gül çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o 7 cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, 7 qız üstümə gül çiçək səpsin. Deməli bunun şərti nədən ibarətdir? Birinci deyir ki, müharibədə 7 dənə çapar müəyyən olunsun. Hər saat müharibə haqqında nə məlumat varsa bu 7 dənə atlı gətirib kəndə xəbər gətirsin. Sonra deyir ki, 2 dənə cərgəyə düzülsünlər. 2 cərgəyə. Bu cərgənin birində deyir, 2 cərgə deyir cavan düzülsün. Bir tərəfdə deyir 7 dənə oğlan dursun, 7 oğlan. Bir tərəfində də deyir 7 dənə qız dursun. Bu qızların əlində deyir gül çiçək olsun. Buyursa oğlanlar da deyir əlində, cərgədə duranların əlində xəncər olsun, qılınc xəncər olsun deyir. Mən deyir məğlub olsam, 7 oğlan məni qılınc xəncərlə zədələsin, sağalmaz yara vursunlar. Yox deyir, qalib olub gəlsəm, qızlar deyir başıma gül çiçək səpsinlər. Bunlar Cavanşirin nələridir? Şərtləridir. Aha. Və deyir bu şərtləri də deyir, Varaz bu şərtə razı olur, oğlum deyir. Düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə 7 igid yox, bütün Girdiman ölkəsi vuracaq. Qalib gəlsən üstünə o çiçəkləri bütün Girdiman səpəcək. Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı. Uğurumuz olarsa yenə burada görüşərik ata, dedi. Onun köhnə atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb cəld ata sıçradı. Köhnə at şahə qalxdı. Hərəkət şeypurları gürladı. Dağlar, dərələr titrədi. Cavanşir sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinç yaşlarını silərək dedi: "Göylər səndən yar olsun oğlum." Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi. Kim bilir, bəlkə də bütün qoşun əsir düşmüşdü. Ana ürəyi buna dözmədi. Cəvahir xatun dedi: "Səbr et Varaz, qocaldıqca deyəsən hökmdar olduğunu unudursan." Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cəvahir xatun onu hamıdan əvvəl gördü və dedi: "Cavanşirin elçisidir. Deməli bir neçə gün sonra birinci elçi gəlir." Görək birinci elçi nə xəbər gətirir. Deyir ki, hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxırdı. Elçi gəlib atdan düşdü. Hökmdarla Cəvahir xatunun qarşısında baş əyib dedi: "Mərd sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməndən 200, bizdən isə 300-ə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır. Düşmən bizdən 10 qat çoxdur." Deməli, gəlir deyir ki, düşmən 10 qat çoxdur və ölənlərin sayını deyir ki, 200 dənə deməli 200 düşmən tərəfdən gedibdi, 300 dənə isə deməli gedib kim tərəfdən? Varaz Gelin, yəni Cavanşir Gelin ordusundan əsgər təlafatı var. Ən çoxu Cavanşir Geldən gedibdi. Az isə düşmən tərəfdən gedibdi. 10 qat da çox imiş düşmən. Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
"Get oğlum," dedi. "Bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin." Bu xəbərdən kədərlənmiş Cəvahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi: "Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdiman igidləri, siz də onun ikinci şərtinə əməl edin." Deməli, birinci şərti Cavanşir özü yerinə yetirir, elçi göndərərək, ikinci şərti də ananın göstərişi ilə həyata keçirirlər. Böyük ananın hökmünə əməl olundu. Gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı. Çox keçməmiş Cavanşirin ikinci elçisi də özünü yetirdi. Görək ikinci elçi nə xəbər gətiribdi. Aha, böyük hökmdar, dedi. Bir girdiman cəngavəri düşmən sərkərdəsinin qarşısına çıxdı. Atının qantarağasından tutub saxlamaq istədi. Quduz düşməni qılıncı cəngavərin qolunu kəsib atdı. Cavanşir nərə çəkdi. Bax, Koroğlu nərəsi ilə eyniləşdirmək olar bunu. Ey, qorx ki, sən başını itirməyəsən. Qanlı vuruşma getdikcə şiddətlənir, düşmən bizdən 10 dəfə çoxdur. Yəni, bu da yenə eyni fikri gəlir çatdırır. İkinci ilə birinci elçidə oxşarlıq odur ki, hər ikisi müharibənin amansızlığından danışır və düşmənin 10 qat çox olduğundan danışır. Qanvarazın başına vurdu. Gözləri qaraldı. Titrəyən əlini qılınca atdı və dedi: "Of Cavanşir, Cavanşir, mən 30 ildə belə acı xəbər eşitməmişəm." Bu anda üçüncü elçi atdan düşüb səndələyə-səndələyə gəldi. Özünü güclə dikəldib qılınca söykəndi. Deməli, üçüncü elçi də gəlib. Cavanşir 7 elçi demişdi, xatırladım. Bu da üçüncü elçidir, gəlir. Böyük hökmdar, Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə səyirtdi. Əyri qılıncını düz onun başına endirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərlənib özünü düşmən sərkərdəsinin üstünə atdı. Bir də nə görsək yaxşıdır, bədəndən ayrılmış bir baş havada fırlanır. Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu. Səbirsizliklə xəbər aldı. Kimin başı idi? Elçi nəfəsini dərdi və gülümsəyərək dedi: "Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının ayaqlarına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər." Deməli, uğur xəbərini gətirən üçüncü elçi olur. Üçüncü elçi gəlir və Cavanşirin düşmən sərkərdəsi ilə qabaqlaşdığını və Cavanşirin onun başını kəsdiyini bildirir. Cəvahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi. Qızlar, bu şadxəbər elçinin yaralarını bağlayın. Yenə şeypur səsləri gürladı. İndi Cavanşirin özü girdiman igidləri ilə bərabər qayıdırdı. Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu. Deməli, burada bir dayanaq. Cavanşir 7 elçi məsələsi demişdi, amma 7 yox, 3 elçi gəldi və qələbə xəbərini gətirən 3-cü elçi olur. Bunu yadda saxlayaq. Söylə oğlum, söylə mənim körpə aslanım, düşmən atları Kürün çayından su içə bildimi? Hamı ot kimi parlayan qılınçla hökmdarı salamladı. Cavanşir dedi: "Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər." Sonra Varazın səsi ucaldı. Bu ölkə heç vaxt məğlub olmayacaq övladlarım. Qızlar Cavanşiri çiçək dənizində üzdürdülər. Amma yenə də onun odlu qılıncı parıldayırdı. 7-ci əsrdə parlamış bu qılınc odlar yurdunun şöhrətini bütün dünyaya yaydı. Belə, bu odlu qılınc hekayəsi haqqındaydı. Əsas məqamları qeyd elədik. Diqqətimizi çəkəcək məqam ondan ibarətdir ki, burada şərt məsələsi var. Suallar ən çox bununla qarşımıza çıxa bilər. Cavanşirin şərtlərini diqqət yetiririk və elçilərin gəlmə ardıcıllığına fikir veririk. Birinci elçi hansı xəbərlə gəlibdi, ikinci elçi və üçüncü elçi hansı xəbərlə gəlibdi.